Siniflərdəyik. Egzotermik və endotermik reaksiyadır mövzumuz. Egzotermik reaksiya odur ki, reaksiya zamanı istilik ayrılır və buna əyani surətdə biz baxacağıq. Əlimdə sulfat turşusu məhluludur. Sulfat turşusu məhlulunun termometr vasitəsilə temperaturları ölçək. Görək məhlulda temperatura nə qədər? Baxdıq ki, termometr 27 dərəcəni göstərir. Sonra biz sulfat turşusu məhlulu üzərinə kalium hidroksid əlavə edirəm az miqdarda. Reaksiya baş verir. Biraz qarışdıraq. Və biz kalium hidroksid əlavə elədikdən sonra yenidən termometri həmin məhlulu əlavə edirik. İndi biz termometri çıxardırıq uşaqlar. 1-2 dəqiqə gözlədik və termometrin göstəricisi göstərir bizdə 35 dərəcəni. Əvvəlcə neçə idi? 27. Deməli buradan 35 çıx 27. 8 kilojoule enerji ayrılıb. Reaksiyanın egzotermik olduğunu əyani surətdə biz görürük.